Salam dostlar, sizlər üçün yatımsız Telegram vasitəsilə necə pul qazanmaq olur, Telegram botu ilə necə pul qazanmaq olur sizə başa salacağım. Atdığım linki daxil olduqda belə bir şey varsa başla, burada başla sözünü basacaqsınız. Bu raket yığır burada, bu onun yanacağıdır. Burada indi bunu yığım sözünü basaq. Mən də burada yığmışam. Reklam geldi, reklam izləyirsiniz. Qıstırıq. Burada necə qazanma olur, necə pul çıxarış etmək olur, onu sizə başa salacağım. Burada ikinciyə daxil oluruq. Burada verilən bu yanacağı, burada pulsuz, bunlarla da istifadə edə bilərsiniz. Bu sikkə sayılır, bu onun coin sayılır. Burada pulsuz reklam baxıb yanacağı doldura bilərsiniz. Sonra burada ikinciyə daxil oluruq. İkinci qalxanın təmiridir. Budur qalxan. Onun da həmçini pulsuz istifadə edib onun da faizini qaldıra bilərsiniz. Üçüncü də qüvvənin sahəsi. Bu da qüvvədir. Bu gedir, raketin özü gedir. Bunu da 25 dəqiqədən bir elə bilərsiniz ki, saydan çıxmasında tez qazanmaq olsun. Burada çarx var. Çarxı da 5 dəqiqədən bir basırsınız pulsuz. Bunlardan da sizə istifadə edə bilərsiniz. Pulsuzdan yaxşı pulsuz istifadə edirsiniz. Bunlardan düşür. Burada dost dəvəti var. Hər səviyyəyə görə dostların səviyyəsi qalxdıqca sizə də bu qədər verir. Link dəvət etmə linki. Mən səviyyə 5'deyəm. Pul çıxarışı da var burada. Pul çıxarışı da səviyyə en azı 3 olmalıdır ki, pul çıxarış edə bilərsiniz. Pul da pay cüzdanına çıxarış etmək olur. İstəri rubl kimi çıxarışlar ki, daxil olaq. Mən bir dəfə çıxarış eləmişəm. Burada çıxarış elədim. Ləğv olundu. Yazır ki, bunun öz kanalına bir də çatına abunə olmalıyam. Ona görə abunə olmamışdım deyənə pul ləğv olundu. Sonradan ayın 19'da çıxarış elədim. Pul gəldi. Çıxarışı 1% komissiya tutur. Pay yerə girim, göstərim. Burada 24 saat ərzində gəlir. Mən çıxarış elədim. Ayın 19'u 20'si pulum gəldi. 15.04 çıxarış elədim. 14.89 gəldi. Yəni 1% nə qədər çıxarsa 1% komissiya tutacaq. Burada səviyyəyə görə limit qoyurlar. Səviyyə 3'də, 4'də limit qoyurlar. 1500-1700'ə qədər çıxartmaq olur. Səviyyə nə qədər yüksək olarsa, burada səviyyələr var da, baxdıqca. Səviyyə 15'ə qalxsaz, gün ərzində 4-5 manat qazanmaq olur. Bunun öz yanacağı 24 saatdan bir boş varacağı, burada xeyr olacaq. Məndə indi böyle 120 olur. 50-55 dəqiqə 120 olur. Bunu da göstəreyim. Səviyyəni necə qaldırmaq olur. Bu saniyədir. Saniyədə olmağa. Bunu da səviyyəni qaldıra bilərsiniz. İstər bununla, istər bununla. Bu sikkələr gedir. Sikkəni də qaldıra bilərsiniz. Bununla da qaldıra bilərsiniz. Coin'la da qaldıra bilərsiniz. Burada görürsünüz 5-5 gedir məndə.
saniyə 5-5 qeyd olur. 5-ci səviyyə olduğuma görə. Sonra bu yığımdır. Məndə 120 yığır. 1 saatda 50 dəqiqə 120 yığır. 6 səviyyə 6 keçəndə 144 yığacaq. Sonra burada yanacaq növünün dəqiqəsidir. Məndə polun yanacaqda olduğumu məndə 240'dır. İndi 6'ya keçsəm 300 olacaq. Yanacaq da budur. Sonra bu da qalxanın davamlılığıdır. Qalxan da budur. Bunun davamlılığıdır. Bu səviyyəyə qaldırırsınız. Səviyyələrdə qalxanlar birini tezcə qaldırmazsınız. Hamısını bircə qaldırmazsınız. Məsələn, siz birini qaldırdınız, ikinci səviyyədədir. Obisini də qaldırırsınız. Beləncik. Bunu məsələn qaldırdınız, elədiniz 2. Sonra keçirsiniz, bunu qaldırırsınız 2 edirsiniz. Sonra bunu qaldırırsınız 2 edirsiniz. Beləncik. Sonra 3 edirsiniz. Belə səviyyə nə qədər yüksək olarsa, günlük gəliri də o qədər çox olur. Sonra burada axırıncıya girdik. Burada mən reklama baxmışam. Burada yazır ki 3 reklam izləyin, hər 2 saatdan bir mükafat alın. Yəni hər 2 saatdan bir 3 dənə reklam izləsə 150 də sizə sikkə verəcək. Sonra burada daxil olaq. Burada günlük hədiyyələr var. Günlük hədiyyə reklamlar izləyərək 5 qalib verilir. Bu günlük hədiyyələr çoxdur. Bu reklamları izləyərək. Sonra burada günlük kombo var. Bu günlük kombo. Bunları tapırsınız. Sizə də həmçinin ya sikkə verəcək, ya da öz coin verəcək. İndi bu mən tapacağım. Sonra çarx var burada. Bir göstərdim çarxdır. Folisiz çarxda da bunlardan verir. Sonra prom kodlar var. Bu kodlarda yazırsınız. Aktivləşdirirsiniz. Sizə də ya sikkə verir, ya da bu kodları da mən həm qrup yaradacağım, həm də Telegram kanalımda, ya qrupda paylaşım edəcəm. Həm bunun kodlarını, həm də bunun komboları. Hər gün bu kombo paylaşacağım mən. Buradan baxıb istifadə edirsiniz. Sonra burada gündəlik, hər gün giriş edəndə 8 gündür mən istifadə edirəm. Hər gün giriş edəndə də bunlardan götürürsünüz. Yəni çox yaxşıdır. Yaxşı qazanma olur, yatım şəkildə qazanma olur. Adi oyunlar oynamadansa bunu oynayıb pul qazana bilərsiniz. Biraz vaxt aparacaq, amma səviyyə 15'ə qalxandan sonra daha rahat qazana biləcəksiniz. Mən linki yerləşdirəcəm, YouTube'da yerləşdirəcəm, linki yerləşdirəcəm yorumlarda. Oradan girib qeyrətdən keçərsiniz. Nə sual olsa yazarsınız. Telegram kanalında qoyacağım, qrupu da qoyacağım. Orada da kodları paylaşacağım. Oradan da girib istifadə edirsiniz. Kanala abunə olun ki, bildirişlər alsın ki, belə videoların davamı gələndə xəbərdar olasınız. Sağ olun dostlar. Bu kombonu mən tapam. Komboları tapdım. Buradan götürüm. Beləncik götürüb qoyursunuz. Beləncik belə qoyursunuz. Sonra da göndər sözünü basırsınız. Gözünüz uğurlu oldu. Bu qədər. İndi mən bu qədər yapmışam. Bu nə qədər pul eləyir onu göstəreyim. Mən rubu kimi çıxarış edirəm. 10.375 10.375 94'dir. 2 rubl komisyon tutacaq. 92 rubl gələcək. 92.42 gibi gələcək. Bu siti kimi çıxarsam pay yerdə $1 4 sentlik, $1 2 sent gələcək.
Yəni bunlarda bir limit bu qədərdir. Məsələn, minimum 10 rubuldur, maksimum 4000 rubuldur payda. Usiti kimi isə 10 sentdir minimum, maksimum 40 rubul, 40 usitidir. TRC20 isə istənilən kripto cüzdanlarını çıxarış edilməsi TRC20-dən. Burada komissiya 1 dollar yarım tutur komissiya. Minimum çıxarış 5 dollardır. Maksimum da 20 mindir. RZ20 ilə çıxarış etsəz komissiya 5 dollar çıxır. Minimum 50 dollardır. Maksimum da 20 mindir. Yəni məsləhətçi ya Usiti kimi çıxarış etmək, ya da ki Payer cüzdanlarına çıxarış etmək. Yəni yaxşı qazancdır bu. Qoşulun, siz də istifadə edin, qazanın. Sağ olun dostlar.